məntəqə məsələsidir. Yəni Azərbaycan bütün şəhərlərində vardır. Amma siz baxın, bir dana şəhərdə milyon bir hərəkət ki, Urmiyədə indisən səbiqəsi yoxdur. Bu nədən asılıdır? Aya bunlar getmişdilər məsələn Həddələzzədarıya? Xeyr, həqiqət xeyr. Yəni hətta təsvirlər çıxdı da gördünüzlər ki, mərasim başlana millət və dostlarımız o etirazları və o şüarlar getdi qabağa. Yox. Hər halda buyur ki, bəzi dostlarımız belə fikir edirlər ki, burada sünni və şiəlik məsələsini qoyurlar ortaya. Niyə biz məsələn bəzi təziyyədə varıq, bunlar şənlikdə vardılar. Bu bir dənə ayrı bir məqulədir ki, bunu biz özümüz bir dənə bərnamə təbiidir ki, törənir, fikirlərdə yaranır və onun qabağında da sən eləyə bilərsən bərnamə. Bəs buyur ki, biz burada konuşu o bərnamə ilə, konuşu fikri ilə, konuşu tərzi ilə getdik qabağa və bu çox gözəldir. Sən ki, heç əbzarı sənin əlində yoxdur. Tərəf müqabili bütün əbzarla, bütün qudrətlə və sən burada çox belə deyək ki, müvəffəqiyyətin və bir zəfəridir. Həqiqətən bir dənə vaqəən bir zəfəridir ki, biz bunu, millətimiz bunu qazandı və həm dövlətin əlinə bəzi zatlar gəldi əlinə, həm düşmənlərimizin və Kürddə baxsaz indi tamam bulan sanal dünyada yayılırlar da. Allah gah istəyirlər, o bizə bağlayırlar, Ələviyə bağlayırlar, gah istəyirlər, məsələn, Allah təht quşuş qərar verirlər ki, xeyr, 4-5 nəfər sonra görülür, olmur, tamam şən, Allah hər halda. Bəs burada buyur ki, o tez, antitez, sentezi ki, dostlar mətrəh edirlər, yox. Burada baxıb bir dənə kotaq müddət bərnamə var, bir dənə bolən müddət. Kotaq müddətə biz bərəndəyik. Kotaq müddətə biz bərəndəyik. Amma bolən müddətə gəl fikirləşirlər ki, bunun sonrası nələr olacaq? Təbiidir ki, bu zamanlarda, yəni bu neçə illərdə yeni bir sadə cəhə 70-dən baxanda milli hərəkətdə beləncə bir ittifaqlar çox-çox olubdur və olduqca da onun sonrasında bir daha plan və bərnamə tökülübdür. O bərnaməyə biz düşünək ki, qabaqda nələr var, istəyir nə olur? Plan yəni rejim tərəfindən tökülüb, mənzur budur. Hamısını deyirəm. Bəli, mən hala biz dövlət işlədirik. Və burada şəraitimizə baxaraq bəzi məsələn fərz edin, kütləri düşmən sayırıq. O kütləri ki, bizim torpaqlarımıza göz düşür. Gözləri var, bəli. Bəli. Bunlar büyünə canlı dalıya heç zaman hər videoyu ki, yayılır, baxın, kurulan gedir tərkinə heç bir zamanda dalıya getməyiblər. Büyünlə ələm bərnamələr yenə də var idi Azərbaycan qərbində bizdən kənddə. Yenə də həmən şüarlar, həmən bayraqlar və ana dənəm tutanlar olub, işimiz yoxdur. Həmən bərnamədə icra edirlər. Yatıqla dalıya qeydən deyirlər. Biz bunları da bilirik ki, vaxtı ki, tərəfin torpağı yoxdur. Təbii ki, sabahlar hər nə ittifaqı olsa sənə hücum gətirəcəkdir. Biz buna görə amadəliyimiz var. Bunu elə o mövzu ki, dedik, konuşma və konuş çox gözəl oldu. Amma onu deyim, kutaq müddətdə. Olan müddətə gərək fikirləşirlər. Oxtar müəllim, mən bunu sizə dönəcəyəm. Çünki önəmli bir məsələyə burada işarə verdiniz. Ancaq burada təşkilatların daha görəvində olur, təşkilatların daha o sırtında ağır bir yük gəlir, gələcəyə hazırlığımız olanda deyəndə bu kütlə tərəfindən başqa cür ola bilər, amma təşkilatlar tərəfindən dediyim kimi daha ağır bir məsələdir. Nəyə hazırlığımız olacaq? Sayın Məclis Cavadcanov buradadır. İstəsəniz mən bunu Məclis bəydən soruşum ki, gələcəyə rejimin proqramı bu məsələyə görə nə ola bilər və bizim hər hansı hazırlığımız demək olar. Bununla bir söz deyim. Çünki içəri şəraiti eşi ilə çox-çox fərqlidir. Yəni burada o fikirlər ki vardı, çeşitli fikirlər oldu.
Yəni ələn baxın, əksəriyyətdə millətimiz dünyanın mövzusuna görə o nədir, razılaşıblar. Bəli. Amma bir sıra dostlarımız da var ki, xeyr, bu təliyə biz geçmiş düşmüşdük, yenə də o təliyə düşürük. Yəni həmin o sentez antitez qəziyyəsindən. Və bir tərəfdən də bir iddə dostlarımız deyirlər ki, biz həmişə necə vakuneş olaq, vakuneşi bir neyri olaq, koneşlər olmalıyıq. Üçüncüdə, və sizin o sözünüzdə biz burada mən və dostlarımız bu cürsə düşünürük. Bizə şəxs, qrup, örgüt, təşkilat heç fərq eləmir. O ki, bilirsiniz də Təbrizin şəraitini, Güney Azərbaycan şəraitin çeşitli fikirlər vardır. Biz hamısının müsbət işlərini dəstəkləyirik. Biz heç şəxsinə də belə deyək ki, mənsub olaq bir cəmə, örgütə, təşkilata yox. Bəlkə ki, hamısını sevirik. Yəni hər hansısı ki, müsbət addım atır sevirik və onların da bəli təsirləri çox-çoxdur. Təbii şəxsi olaraq, şəxsidə də təsir çoxdur, təşkilatdan da təsir çoxdur. Yəni bunlarda belə deyək ki, tribun vardı, lisanə vardı, tahududur. Bu hətta ki, burada yoxdur, işdə vardı. Bunların təhlilləri, bunların xəbərləri təbiidir ki, içəridə çox təsirat buraxır. Hər halda bilirim, mən çox danışdım. Yox, əstəğfurullah, sizə dönəcəyik. Çünki siz içəridə yaşayırsınız, Təbrizdə yaşayırsınız. Daha bu məsələlərin içindəsiz, daha sizi eşitmək yaxşıdır. Sayın Məcid bəy, dəyərli Oqtay bəy, ancaq rejimin gələcəyə bir proqramın dilə gətirdi ki, bu məsələlərin arxasında biz çox diqqətli olmalıyıq. Siz nə münasibətiniz var, nə görürsünüz? Bu hansı problemlər yarada bilər rejim, Hərəkəti Milli Azərbaycana, milli fəallarımıza? Acaba gəlib milli fəallarımızı tuta bilər, dostluğa sara bilər, ya hər hansı problem yarada bilər? Bizim nə hazırlığımız ola bilər? Araz bəy, sualınıza geçmədən öncə dəyərli Oqtay bəy bir məsələyə çox gözəl işarə elədi. O da vakuneşi koneşə təbdil eləməyi məsələsi idi ki, məncə çox doğru bir təsbitdir və elə o zaviyədən mən istəyirəm dünənki məsələyə bir qısa bir fikrimi deyəm. Ondan sonra sizin dediyiniz söhbətə gələm. Baxın, Oqtay bəy işarə elədi. İndi Kürtlərin hala şansından deyək və ya nə mənəsindən deyək və ya istifadə olmağa müstəid olmalarından mı deyək, hala orası ayrı bir bəhsidir. Bugün dünyada bir çox güc Kürtləri dəstəkləmək istəyir. Qərb ölkələri, Amerika, İsrail, Ruslar belə yeri gələndə dəstəkləyirlər, Alman, Fransa və onun mən sizə belə deyim ki, əsli nədəni türklərlə təsviyə hesab eləməkdir və türklərə bir dənə bölgədə əhrimi fişar yaratmaqdır. Türklər deyəndə mən həm Türkiyə dövlətini qəsd eləyirəm, həm Azərbaycanı və Azərbaycan türklərini ümumiyyətlə və İranın içində hər yerində yaşayan türkləri qəsd eləyirəm. Elə Tehranda yaşayan türklərdir. Çünki biləxərə İran coğrafiyası siz məndən yaxşı bilirsiniz ki, çox millətli bir coğrafiyadır və burada türklər nisbi əksəriyyəti təşkil edirlər və 1000 ildən artıq dövlətləri olub, hakimiyyətləri olub və əsasən bugünkü İranı ilə türklər düzədiblər. Yəni bugünkü İran Səfəviyyə dönəmi itibarilə türklərin bir əsəridir. Bayrağı ilə, mərzi ilə, başkəndi ilə, paytaxtı ilə, hər bir şey ilə türklərin bir əsəridir. Səfəviyyədən öncə özləri deyirlər, Qasım Süleymanı da deyir, o birilər də deyirlər. 1000 il İran adında bir nə dövlət var idi, nə məmləkət var idi. Ondan qabaq da Pərs imperatorluğu var imiş, o da nəymiş, o da mahiyyəti mütəfavit bir şeydir, o ayrı bir söhbətdir. Kürt kartının istifadə eləmək istəyirlər ümumiyyətlə bölgədəki türklərin əleyhində. Hətta Türkistan coğrafiyasında, Orta Asiyadakı türklərin əleyhində. Yəni gətirib bugün Qərbi Azərbaycanı kütləşdirib Ermənistanı birləşdirdikləri anda Türk dünyası ilələbət bölünmüş olacaq. Zaten Zəngəzuru bölüblər indi, veriblər Ermənistana.
Buna görədir ki, deyirəm, ümumiyyətdə İranda, Azərbaycanda, Türkiyədə, hətta Türkistandakı türklərə qarşı kütləri dəstəkləmə, əl üstündə saxlama siyasəti ümumi bir siyasətdir. Elə İsrailində də var, Avropasında da var, Amerikasında da var. Biz indi burada bu dəngəni necə quracağıq? Elə bu güclərin arasında o təbii ki bir necə deyirlər, siyasət özü bir hünərli məsələsidir. O kütləri dəstəkləyən qüvvələrin içində İranda hakimiyyətdə olan Şuubiyyə və İran şəhri məfkurəsi də var. Yaxşı, xop İranda dediyim kimi türklər də var, amma farslar da biləxərə indi bu dəqiqə hakimiyyətdədirlər. Mən İranın dövlətinin tamamiyyətini və İranın tamamiyyətini qəsd eləməsəm də, amma hakimiyyətdə dərin nüfuzu olan Şuubiyyə və İran şəhri düşüncəsi bunları dəstəkləyib bizə qarşı, türklərə qarşı ümumiyyətdə. Və dünən bunlar çalışdılar ki, Qərbi Azərbaycanda öncəki bir Kürt məsələsi ilə mesaj vermişdilər. Bir dənə də güya özlərincə Şiə mesajı versinlər. Adını da çox maraqlı seçmişdilər. Ələviyyun. Ki, işarə eləyirdi Suriyənin Ələvilərinə. Ki, oradakı Ələvi qəzayalarına bir növ buradan göndərmə yapırdı. Yoxsa bizdə normalda Ələviyyun adı çox istifadə olunan bir ad deyil. Yəni, Ələviyyun adının seçilməsi belə maraqlı idi. Dünənki tədbirindən əslində iki dənə məsələ məddi nəzər idi. İki hədəfi var idi belə baxanda. Biri Türkiyəyə Şiə kartı mesajı idi ki, burada Şiə nüfusu var, biz sənə qarşı bu kartı oynarıq. İkincisi, bölgədə etnik tənişi, etnik gərginliği artdırmaq. Bu da hədəfdə idi. Misal üçün, baxın, Qazipur kimin və ya Ay Xəlilpur kimin adamlar ki, gəlirlər, deyirlər, biz sabah çıxacaq, Ələviyyunuq, amma millətimizi də, torpağımızı da müdafiə edəcəyik. Təbiətən bunlar bilirlər də, bir teydad adamlar gələcəklər orada, həm Ələvilik söhbəti gedəcək, həm də Azərbaycan və türklük söhbəti gedəcək müəyyən bir dərəcə. Burada hədəf nədir? Burada hədəf Qərbi Azərbaycanda Türk-Kürt ixtilafı məsələsini boldələmək, çoxaltmaqdır. Çünki İran dövlətinin önümüzdəki çalxantılı sürəcində ki, indi dedim də bayaq, bəlkə də Amerikanın və İsrailin gələn bir-iki ayın içərisində bir saldırısı gözlənir. Ümumi etirazlar baş tutduğu zaman bu millətlər arası ixtilaflar Cumhur İslamının çox dərdinə dəyəcək. Çünki bu millətlər, məsələn, bu Məhsa qəziyyəsində bu az qalmışdı da, bu millətlər bir-birinə yaxınlaşırlar və həmahəng əməl eləyirlər. Gətdi Pəhləvini soxdu araya, mən vəkalət Midahəm qəzayalarını soxdular araya, vurdular, dağıtdılar müxalifətin birliyini. İndi lazımdır ki, Türk, Kürt, Fars, Ərəb, Bəluç, Lor, bunlar hamısı bir-birinə girsinlər ki, etirazlar zamanı bu etirazlar birləşməsinlər, həmahəng hərəkət eləyə bilməsinlər. O da bir hədəf idi. Yəni rejim, halbuki məsələn belə deyim, elə sözü gəlmişkən, Qərbi Azərbaycanda bizim əslində Kürd əqəlliyyəti ilə bir müşkülümüz yoxdur ki. Onlar da bir əqəlliyyətdirlər, bir dənə qonaqdılar, sonradan gəliblər, biləxərə bizim şəhərimizdə yaşayırlar. Azərbaycanın torpağının bir vətəndaşıdırlar. Məsələ, belə deyim, Ərdəbildə tatlar da var misalən, bir 3-5 dənə, 10 dənə Ərdəbildə tat da var. Astarada məsələn talışlar da var. Bunlar hamısı Azərbaycanın biləxərə əqəlliyyətləridirlər. Azərbaycanda bizim türk əksəriyyətimiz var, elə Quzey Azərbaycanlı o cürdur. Ola bilsin bəzi şəhərlərimizdə də bəzi əqəlliyyətlərimiz elə bizim türk millətinin cəmbində, kənarında, qucağında, himayəsinin altında, dəstəyinin altında 100 illər yaşayıblar, gene yaşayacaqlar. Buradakı bu gərginlik əslində Cumhur İslamiyə yarayan bir şeydir və bu etiraz dalgaları zamanında bu millətlərin etirazlarının birləşməməsinə xidmət edən bir şeydir. Amma burada nə mən oldu? Bunlar gözləyirdilər ki, dünən 300 dənə, 500 dənə özlərinin bəsiciləri zatları olacaq. 1000 nəfər, 2000 nəfər də elə bu, nə bilim, Xəlilpurun, Qazipurun dəvətləri ilə gələrlər ki, əlbəttə mən onları pisləmək mahiyyətində demirəm, ha. İndi farslar pantürküllahi cərəyan deyirlər də. O da bir cərəyandır, o da bir məfkurədir, o da bir düşüncədir, o da Azərbaycanı o şəkildə düşünür. Yəni, o da istəyir ki, Azərbaycana o kanaldan xidmət eləyir. Mən pisləmək mahiyyətində də demirəm. Yəni,
durum analizi yapıram, o durum dəyərləndirməsi yapıram. Pis elədilər, yaxşı elədilər mənasında demirəm. Yoxsa mənim elə bu Cumhur İslaminin qanunlarının çarçubunda Azərbaycana və Türk millətinə xidmət eləmək istəyən insanlara da həqiqətən çox böyük saygım var, heç bir şeyim də yoxdur. Və onlara qarşı bir tutumumuz da yoxdur. Olması da doğru deyil. Yəni, nə onların bizə qalxıb yaman yovuz demələrinə, bizim onlara yaman. Necə ki, Kürtlər eyni şey edirlər. Məsələn, PKK bugün gəlib Hakim Məmmədxana yaman deyilmi? Yox. Hakim Məmmədxan PKK-ya yaman deyilmi? Yox. Hər kəs öz işini görür. Elə bizdə də hər kəs öz işini görsə hamıdan yaxşıdır. Və nəhayətdə dünən hədəflərdən biri də bu Qərbi Azərbaycanda Türk-Kürt məsələsini bold eləmək və Türk-Kürt ixtilafını bold eləmək və eləcə də Türk-Fars ixtilafını bold eləmək gələcək etirazlara yönəlik. Ki, bu millətlərin etirazları birləşməsin. Amma dünənlərsin bizim millətimiz həqiqətən və təbii ki, milli hərəkətimizin huşyarlığı, diqqəti əməli. Baxın, məsələn, bizim Azərbaycan Milli Hərəkətinin mediası dünənki protestonun öncəsində sustu. Elə biri biz Araz News məsələn yorum vermədik. Bir dənə xunsa bir xəbər verdik. Eləyə bilərdik necə ki, məsələn, Kürtlərin mitinqlərini tənqid eləyirdik. Milli Hərəkətin mediası eləyə bilərdi dünənki olayda başlıya tənqid eləyə. Ay, ağa, buna bərnamədir, götürün, yığışdırın. Amma Milli Hərəkət daxildə və xaricdə dünənki məsələyə öncəsində sustu. Və dedi ki, olsun, millətimiz və bu adından gedir, geçsin, ağırlığını göstərsin şəhərdə, analizi sonra veririk. Analizi hər zaman vermək olar. Amma önəmli olan millətimizin o ağırlığının öncəliklə şəhərdə görsənməsidir. Və həqiqətən də millətimiz nə qədər dərin bir şuur, dərin bir bilinç, dərin bir, necə deyirlər, analiz sahibidir ki, dünən Urmiyədə neçə yüz min nəfər insan yığıldılar ora və əslində bu Ələviyyun qəziyyəsinin mahiyyəti əvəz oldu. Bambaşqa bir şeyə təbdil oldu. Mən özüm Urmiyəliyəm. Mərkəzdən əyalətə qədər bir kilometr yarım yoldur. 25 dəqiqə piyada yoldur. O məsafə dolu insan idi. Yəni o məsafəni, oranı doldurmaq üçün həqiqətən neçə yüz min insan lazımdır. Yəni bir 5 min nəfər, 10 min nəfərlə olmaz. Halbuki Kürtlərin məsələn təcəmmülləri hələ neçə dənə təcəmmünü kənsil eləmişdilər. Hamısını yığmışlar Urmiyəyə, Zeyvədən, Mərgəvədən, oradan, buradan. 5 min nəfəri geçmədi. Əkslər var da çox rahat oturursan, hesablayırsan, zərbi təqsim edirsən, sayı çıxır. Yəni bunlar, o necə deyirlər, çox rahat mühasibələri var bunlar. Nəsə, Huşu Məsnuni də hesablayır, verir. Yəni Kürtlərin belə təbliğ ilə, belə dövlətin himayəti ilə, İran şəhri şeyinin himayəti ilə təcəmmülləri 5 mini geçmədi. Urmiyəninkini 500 min deyən var, milyon deyən var. Hələ biz neçə yüz min deyək. Yəni millətimiz və milli hərəkətimiz ümumiyyətdə göstərdi ki, nə qədər dərin bir analiz və dərin bir bilinç sahibidir ki, bu oyunu net olaraq təşxis verir. Burada necə bir oyun dönür, necə bir mesaj verilməyə çalışılır, pəyam verilməyə çalışılır. Bu pəyam kimə aiddir? Burada bunun xeyri nədir mənə, zərəli nədir mənə? Və millətimiz bütünlüklə Urmiyədə, yəni bəlkə də belə deyək, Şəhələ bayramın 2-ci günü idi. Çox adam da bilirsiniz də bayramda müsafirətə gedirlər. Çox adam da müsafirətdə idi. Yəni hardasa xiyabana çıxa bilən 2 nəfərdən biri xiyabandaydı dünən. Uşağı çıxsaq, qocanı çıxsaq, yaşlını çıxsaq, ev xanımını çıxsaq, nə bilim, şunu çıxsaq, onu çıxsaq, hardasa 2 nəfərdən 1 nəfər xiyabandaydı. Özlərinin bərabərdə 500 milyon idi da. Yəni özləri 500 min. 500 min. Hala biz neçə yüz min nəfər deyək. Çünki biraz rəqəmlər hala milyon, çünki Urmiyənin özünün 1 milyon nüfusu var da, deyəndə təcəmmül milyonu biraz abartı ola bilər. Neçə yüz min deyək. Amma məsələn, yəni hətta əqəl bir 200 min nəfər, 300 min nəfər var idi. Ən azı. Yəni İmam Xiyabanını komple başdan başa doldurmaq üçün, yəni 200 min nəfərdən, 300 min nəfərdən aşağı olması mümkün deyil. Yəni millətimiz dünənlərsin Cumhur İslaminin cərəyan şubiyyə və İran şəhrinin oyununu tamamən pozdu. Ələviyyun məsələsi ki, bizim onunla da müşkülümüz yoxdur. Biz biləxərə şiəyik, müsəlmanıq, millətimizin etiqadıdır, məzhəbidir. Biz onunla da müşkülümüz yoxdur. Sui-istifadə ki, Cumhur İslami istəyir bizim millətimizin etiqadatından eləyə və siyasi şiəçiliğinin indiki vəziyyəti yaradıb. Biz onunla müşkülümüz var. Yoxsa
Bu Aşurada, Tasuada bizim millətimiz çıxır əzadarlıq eləyir. Böyle bizim düz kültürümüz de bizim bundan bir meselemiz, müşkülümüz yoktu. Dünen de Hazreti Ali'nin Uzeybek günüydü, 21 idi. Onunla da müşkülümüz yoktu. Ama milletimiz meseleni okudu. Milli hərəkətimiz meseleni okudu ve milli hərəkətimiz göstərdi ki, harda danışmaq lazımdır, saldırmaq lazımdır, hücuma geçmək lazımdır, onu da bilir. Harda susup bir adım geri çəkilmək lazımdır, onu da bilir. Ve bizim milletimiz de göstərdi ki, ne zaman küçəyə çıxmaq, xiyabana çıxmaq lazımdır, onu çok yaxşı bilir. Bence dünən çok tarihi bir gün oldu. Həqiqətən elə bütün dünyaya, elə Türkiyəsin, Azərbaycanına da, Tehranına da, Kürdünə də, Qəndilinə də, PKK'sına da bütün dünyaya net bir mesaj oldu. Ben gördüm bir Amerikalı təhlilçi de dünən tweet atmıştı. Ki bu meseləni biz analiz eləməliyik. Burada bir şeyler olur. Bu bir dənə Urmiyanın məhəlli bir meselesi değil. İran Türkləri adında bir mesele dönür. Bəli. Çünkü İran Türkləri dediğin zaman mesele tamamen bambaşka bir mahiyet tapır ve bütün Xavərmiyanəni, Orta Doğunu ve hatta Orta Asiyanı, bütün Türk dünyasını ilgilendirir. Ya bu Urmiyanın məhəlli bir qəziyyəsi değil. Söhbət uzandı, bundan sonra bəhnamələrə keçənmədir. Amma vaxt olsa yine bir qısa